Allah burada məndən nə istəyir sualında aləm deyir bir-birinə. Çünki hər kəsin nəzərində bir düzəltdiyi Allah var. Bir dənə çəkiliş olacaq deyə, bir çəkiliş üçün saat yarım əvvəl bəzənirdin. Amma namaz qılanda bir dənə dəst namazı normal ola bilmirdin. Yazını pozmağa qadirdir dua. Mən etsəm, aya təğyir eləyərmi bu qəza və qədəri? İnsan gəlib ki, daha yaxşını yaxşıdan seçsin. Daha yaxşısını eləsin. Pis yaxşıdan seçməyə nə var ki? Bilirsən, bu pisdir, bu yaxşı. Gəl vəfasız çıxsa da canan, ey Azər, daima hazıram qurban edim, mənsə yar üçün başımı. Sayeyi zülfündə yarın gizlədim dün başımı, şanə zülfi cəm edərkən dağladı gün başımı. Başıma səndən gələn qəm başdan artıqdır mənə, tutmaram heç vaxt dərd və qəmdən üstün başımı. Dərd əlindən zənn edirdim ki, itib başım mənim, öz əlimlə qorxudan yoxlardım hər gün başımı. Bu bəlalı başı dərd heç bir zaman tərk eyləməz, türbəti qəmdən yoğurdu xaliqim üçün başımı. Gəl vəfasız çıxsa da canan, ey Azər, daima hazıram qurban edim, mənsə yar üçün başımı. Ümumiyyətlə təbliğat çox incə məsələdir. Bu, hər hansı bir fərq eləməz, ya din olsun, ya hansı bir mövzu olsun, bunu çatdırmaq ki var ha. Bunu çatdırmaq özü bir məharət tələb eləyir. Adam var, danışar, deyərsən ki, bəh-bəh, bu nə yaxşı bilir. Adam var, danışar, deyərsən ki, bunun danışdığı mövzu nə gözəldir. Bir var dini təbliğ eləyirsən, bir var özü təbliğ eləyirsən, öz savadını nümayiş elətdirirsən. Və yaxud bir adamın bir sözündən kimsə bir nəsə götürür, güya buna başlayır düzəliş verməyə. Ay ki, bu saçın saqqalın bu yolda ağardıb. Bu yolda bir söz deyibsə, onun arxasındakı mənalara söykənir, o haqda danışır. İndi sən bu ilə barışmırsan, özü də indi rahatdır da, qoydu bir dənə qabağına aparat, başladı danışmağa ki, filan kəs belə deyir, amma öz əvvəlcədən də belə bəzi illər ki, filan kəsə də hörmətim var, filan kəsə də böyük ehtiramım var, amma bu belə deyir, elədir. Da bu amma bu elə deyir, belədir deyəndə da bütün bu ehtiramı vurdun da sən yerə də. Axı, əvvəl bir araşdırarlar, bir baxarlar, məsələ nədir? Niyə görə dindən uzaqlaşırlar? Ona görə ki, uzaqlaşanlardan gedir ha söhbət ha. Hərənin bir cür səbəbi var. Biri görürsən həvai həvəsinə uyur. Axı, din yolu belə bir yoldur ki, burada əzm-i səbat tələb olunur, sabit qədəmlik tələb olunur. Həmişə o halda olmursan ki, hər şey əladır, mən günahlarıma tövbə eləyirəm, doğrudan da Allaha tərəf gedirəm, bir haldır gəlib mənə, gözəl vaxtında namazımı qılıram. Həmişə belə olmayacaq, bu yolun enişi var, yoxuşu var, perivarı var, yağışı var, dolusu var, qarı var, tufanı var, istisi var. Yəni, insan hər bir haldan hala düşdükcən, o hala uyğun gərək özünü tənzimləməlidir və o şeyi seçməlidir ki, Allah burada məndən nə istəyir? 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 Allah burada məndən nə istəyir
Allah burada məndən nə istəyir sualında aləm deyir bir-birinə. Çünki hər kəsin nəzərində bir düzəltdiyi Allah var. Bir adama deyirsən ki, ay kişi, bu dinin öz mütəxəssisi var. Sən tutalım həkimsən, sən tutalım, nə bilim, hansısa bir sahənin bilicisisən, sən motoristsən, elektriksən, hər nədir, sənin yanında mən sənin sahəndən danışsam, bu sənə necə təsir eləyər? Qeydibdir ki, mənim sahəm peşədir. Din isə peşə deyil. Qəbul edirəm. Din əqidədir. Amma onu da qəbul elə ki, sən dindarla danışmırsan, onun mütəxəssisi ilə danışırsan, sən ruhani ilə danışırsan ki, dini elmlər bunun peşəsidir, bunun ixtisasıdır. Bir Allah hamımızın Allahıdır, mən də Allahdan danışa bilərəm. Sən Allah haqqında düşünə bilərsən. Düşündüyü bir öyrənmək məqsədi ilə kiminləsə bölə də bilərsən bir mütəxəssislə. Amma əhkam kəsmək sənlik deyil. Bu insanlar bu şeyi başa düşmürlər ki, əgər bir şeyi bilmirsənsə, Peyğəmbərimizdən hədis var, insan bilmədiyinin düşmənidir. Əgər bilmirsənsə, bu haqda danışdıqdan sən daha da düşmənçiliyi çoxaldırsan və sənin sözündən başqa bir adam, səni tanımayan, səni bu işin mütəxəssisi bilən adam elə bilər ki, danışığından elə bilər mütəxəssissən və ondan götürər istinad. Sonra bir ömür səhv yaşayar. Yəni, bu qədər incə məsələdir. Ən gözəl şey nədir? İnsan öz bildiyi şeydən danışsın da. Mən gəlib, məsəl üçün, operatorun aparatını qurdalayıram ki, bunu belə eləmə, onu hələ elə. Bu işin mütəxəssisidir, necə eləyir də. Düzdür, mən nəticə ki var, nəticə ortalığa çıxartır, tutalım operatora, baxıram, deyirəm ki, məsəl üçün, burada məsəl üçün, mənə hələ gəldi ki, işıq belə düşsəydi, belə olardı. Amma o da əgər səhvəmsə başa salar ki, yox, burada belə yox, belə olmalıdır. Yəni, ən azından bir sualı öyrənmək üçün vermək var. Mələklər də sual elədi, iblis də sual elədi. Adəmin yaranması haqqında Allaha. Amma mələyin sualında bir istixbar, yəni xəbər öyrənmək var idi. İblisin sualında istikbar var idi, hegemonluğu var idi, ego var idi. Sualdan da suala fərqi var. İnsan öyrənə-öyrənə gəlir də. Mümkündür, mən 10 il belə demişəm, sonra başa düşürəm ki, o belə deyil, belədir. Bu, hətta müştəhidlərdə belə olur da, neçə vaxtdan bir onların hökmləri də dəyişir. Mən bəli, bu qərara gəldim ki, bu belə deyil, belədir. Bu təbiidir, belə olmalıdır. İnsan inkişaf elədikcə, insan araşdırdıqca müəyyən şeylər tapır. Amma müştəhiddən deyəndə yenə də söz qoşulmasın, fiqhi məsələdə, əqidəvi məsələdən getmir söhbət. Bu vaxtızam bilirdim ki, Allah birdir, yox, indi araşdırdım, gördüm 2 dənədir, ondan getmir söhbət. Söhbət ondan gedir, fiqhi, şəriət məsələsində. Bir dəfə yusun, pak olar. Araşdırdım, 2 dəfə yusun, daha yaxşıdır. İndi bir dəfə yuyanlar nə oldu? Heç nə olacaq? Normal. Məgər Allah əlində bir balta dayanmır, kim çaşan kimi vursun. Fiqhi məsələdir bu. İnsan başa düşməlidir ki, onun gördüyü işin zaten Allah müqabilində heç bir qiyməti yoxdur. Allaha şayəstə, yəni Allaha yaraşan heç bir əməli yoxdur. Allah qiyməti nəyə verir? Onun səy göstərməyinə verir. Nə qədər səy göstərir bu? Necə diqqətlə yanaşır? Aha, bir dəfə yumağa deyirlər, problem var. Qoyayıb yox, 2 dəfə yum. Məsəl üçün. Yəni, bu insanına məsuliyyəti göstərir. Əgər məsuliyyət varsa,
Yoxsa namaz elə Fatihə deyirsən, İxlas deyirsən, əyildin, durdun. Belə bu cür nədə, bu formada. Yoxsa ki, biri çox əyilir, çox dayanır namazda, biri az dayanır. Bu deyir, məsələ işə məsuliyyətlə yanaşmaqdır. Ehtiyatla bu da nəyi göstərir? Onu göstərir ki, mən sənə qarşı diqqətliyəm. İlahi. Bizim üçün əziz olan bir şey, məsəl üçün bir əzizin xəstələnib, dünyanın bütün həkimlərini araşdırırsan, o sahənin bütün mütəxəssislərini araşdırırsan ki, yox, məsəl üçün Türkiyədə, yox, gəl İran aparaq, yox, gəl İsrail aparaq, gəl nə bilim Amerikaya aparaq, filan xəstəxanaya aparaq, filan həkimin yanına aparaq. Niyə? Bu nəyin göstəricisidir? Onun göstəricisidir ki, xəstə sənə çox əzizdir. O iş üçün ki, bu qədər canfəşanlıq eləyirsən, götür qoy eləyirsən, amma namaza gəlib çatanda, qurban olma Allaha da, yəni ki, mən bir dənə məsələn, filan yerimi islanmasın, dəst namaz alanda, güya nə olacaq? Hələ Allah məni öldürəcək, Allah islanmadığını görə öldürməyəcək səni. Sən namaza belə bu cür biganə yanaşdığına görə səni qınayıracaq Allah ki, niyə görə başqa işlərdə bu canfəşanlıq eləyirdin? Bir dənə çəkiliş olacaq deyə, bir çəkiliş üçün saat yarım əvvəl bəzənirdin, amma namaz qılanda bir dənə dəst namazı normal ola bilmirdin. Yəni, insanların səy eləməyi şərtdir. Allah bizə səyimizə görə qiymət verir. Gördüyümüz iş nə boyda böyüklükdə olursa olsun, o Allahın şəninə layiq işdir. Nə boyda, gecə gündüz səcdədə olsaq, yəni Allahın haqqını ödeyə bilmərik. Amma əsas odur ki, biz necə səy göstəririk, necə yanaşırıq, necə ürək yanğısı ilə bir iş eləyirik. Məsələ budur. Göstərici nədir? Bu göstərici odur ki, qarşı tərəfə sən sevgin var. Amma əqidə məsələsinə gələndə ağ qoyun, qara qoyun, başıma hara qoyun, nə oldu? Bu ağ qoyun, qara qoyun gəldi, ancaq bu əqidədə namazda oldu. Bu da məsələ. Ona görə Allah Teala elə variantlar qoyur ki, onu da seçə biləsən, bunu da seçə biləsən və bu seçimdə özü məsuliyyətli hiss eləyəsən. Quranda var da, əbəsə və təvəllə, üz gözünü turşutdu, üzünü çəkdi bu yana, qəzəbləndi, üzünü çəkdi bu yana. Bilinmir kimlə naşir. Bir nəfər, məsəl üçün, kör gəlir, söz soruşur. Bu çoxda belə gözünü turşutdu, üzünü çəkdi bu yana. Sonra başlayır Peyğəmbərə müraciət eləməyə Quranda. Heç kim buna cavab tapa bilmir ki, bu müraciət birbaşa Peyğəmbərə idi, əbəsə və təvəllə, qəzəbləndi və üzünü çevirdi. Yoxsa Peyğəmbərə deyil. Burada heç bir sübutu yoxdur. Buraxır sənin vicdanı var. Buraxır sənin insafı var. Əgər bu xüsusiyyəti Peyğəmbər və öz Peyğəmbər və əgər layiq bilirsənsə, yapışdır onu. Bilmirsənsə, məsələn, onun da bir dəlili olmalıdır. Allah Teala necə olur? Peyğəmbər rəhmətən lil aləmindir. Peyğəmbər insanlar üçün usvatul həsənədir. Yəni ki, gözəl nümunədir. Ondan sonra Peyğəmbər böyük əxlaq sahibidir. Peyğəmbər budur. Quranda nə qədər Peyğəmbər üçün yaxşı sözlər deyir. İndi sonra bir dənə söz deyir. Yəni ki, ünvansız. Sən onu Peyğəmbərə şamil eləyirsən, nə xoş. Eləmirsən, nə xoş. O qalıb sənin insafı var. Sənin insafı var qalıb ki, bunu eləmək olar, yoxsa olmaz. Bütün işlərimiz belədir ya, Allah bizi seçim qarşısında qoyur.
hansını seçəcəksən. Amma insan gəlməyib ki, pisdən yaxşını seçsin. Onu hər adam bacarar. İnsan gəlib ki, daha yaxşını yaxşıdan seçsin. Daha yaxşısını eləsin. Pis yaxşıdan seçməyə nə var ki? Bilirsən, bu pisdir, bu yaxşı. Pisin dalıycan gelirsənsə, heç nə bədbaxtçılıq. Hədəfdən çox uzaqlaşırsan. Amma Allah yaradıb səni ki, yaxşı ilə daha yaxşının arasında fərq qoyasan. Bir adam əgər bir yerə gəzməyə gedirsə, o fikirləşir ki, ya tövlədə qalam, yoxsa gedim oteldə qalam. Tövlə ilə otel arasında fərq qoyma. Otellə daha yaxşı, hansının uldusu çoxdur, hansı daha bahalıdır, hansı daha gözəldir, mənzərəsi var falan. Yaxşı ilə daha yaxşının arasında seçim eləyir də. Biz dünya işlərində beləyik. Amma mənəvi işlərdə biz nə edirik? Özümüzü çətinə vermirik. Allaha qurban, Allah bilirdi. Allahın mənim məsəl üçün bu işimə ehtiyacı var be ya. Və Allahın ehtiyacı yoxdur. Mənim öz vicdanım qabağında cavab verməyə ehtiyacım var mənim. Çünki bir gün bu vicdan ayılanda sənə soruşanda ki, səndən niyə görə dünya işlər və belə bəhbəhlə, cahcalarla görürdün? Mən bir dəfə misal getirmişdim. Adi bir dənə dönər zakaz verirsən, öyvəcən sənin buna bilirsən, nələr deyirsən, mayonesini belə elə, duzunu belə elə, nə bilim, pomidorunu, xiyarını belə elə, onu və o qədər bir dənə dönər üçün, bir dənə kostyum tikdirir məsəl üçün. Bunun burasını biraz belə, yox əynimə ucur oturmadı, bunun burasını biraz belə elə. Mən demirəm, bunlar eləmə, elə mənəvi işlərdə niyə bu incəliklərə gedəndə narahat olursan? Əşki qutarınsan, özümüzdən şey çıxarmıyorum, filandır. O nə oldu? Bu dünyəvi işlərdə özündən 1000 dənə şey çıxartırsan. 1000 yox, milyonunu çıxartırsan. Mənəvi işə gələndə başlayır insan ki, axı dalğa gəlmə, Allahın xoşu gəlməz, Allah belə eləyər. Başlayır Allahın adından danışmaq. Niyə? İnsafdandır bu. İnsan nəyə diqqət eləməlidir əsas? Nəyə diqqət eləyə bilmirsə ona? İnsan biraz hər şeyi gərək xəfifə almasın. Türklərimdən belə bir sözü var, başdan soğudu eləməsin. Bir yarpaq belə öz başına deyil yerə düşməyində. Hər işdə bir hikmət axtarsın. İnsan təfəkkürlü olsun, düzgün düşünsün. İnsan daima öyrənsin, ağıllı adamlardan nəsə götürsün. Amma öyrənib yüklənməsin, öyrənib əməl eləsin. Öyrənmək yaxşı şeydir, əgər əməl eləsin. Öyrənmək o deyil ki, yükləyəsən, özünü yükləyəsən, fəqət çevriləsən məlumat bürosuna. Kimsənin nəticə ona cavab verəsən, yox. İnsan bu yolu özü getməlidir. Gedə-gedə də gedişi ilə başqalarını da aparmalıdır özü ilə. Belə olmalıdır. Yoxsa ki, hələ mən öyrənim, hamısına cavab verim, dilbədil ötüm, ona belə deyim, buna belə deyim, amma özüm bu yolu getməyim, yox, elə deyil. İnsanlar təfəkkür əhli olmalıdır, düşünməlidir, çox düşünməlidir, götür qoy eləməlidirlər, bilməlidir hardayam, hara gedirəm, hardan gəlmişəm, əli boş gedirəm, nəyim var, nə etməliyəm. Bunu fikirləşib özündən Amerika kəşf eləməməlidir, bunu yolçularından soruşmalıdır, bu yolu gedə bilənlərdən soruşmalıdır. O adamlar ki, xoşbəxt yaşayıb, xoşbəxt ölüblər. O adamlar ki, dünya onları incidə bilməyib. O adamlar ki, dünya onları sıxa bilməyib.
O adamlar ki, ürəkləri genişdir, dünyaya meydan oxuyublar. Əleylə salamın təbiri cənnəsi dünyanı sındırıblar. Dünya bunlar üçün xırda bir şey olub. İnsan bu haşerat kimi yaşamağa gəlməyib bura. İnsan göylərə qalxmalıdır. Bir kainatı ki, bir varlıqları ki, insan üçün Allah yaradıb və insanda nəsə bir başqa bir şey var. İnsan bu fəna mülkünə gəldin, nə qazandın? Yat, dur, iç, axırda da öldün, nə qazandın? Təsəvvür elə, gəlmişsən, yat, dur, iç, vəssalam. Axı, insan düşünməlidir ki, bunun bir sonu var. Burada bir nəsə başqa məsələlər var, o başqa məsələləri araşdır da. İnsan özü ilə məşğul olmalı. Özü ilə, öz səhvləri ilə, insan öz səhvi ilə məşğul olanda başqalarında səhv axtarmağa nə vaxtı olur, nə həvəsi olur. Amma başqalarından səhv axtara insan negativə yüklənir və özünün də səhvlərini görə bilmir. Və insan bilməlidir ki, qabağına çıxan hər bir şey imtihandır. Valla, indi bunun adını qismət qoyursan, talih qoyursan, yazı qoyursan, nə qoyursan qoy. Amma o demək deyil ki, Allah bir dənə senari yazıb, sən onu artist kimi onu oynayırsan, məcburiyyət. Yox, sən azadsan. Amma 50% azadsan. 50% isə o məcburiyyət bilsən nədir? Səndən asılı olmayan şeylər. Mən gedirdim, qabağıma filan kəs çıxdı. Bu məndən asılıdır? Yox. Amma mənim filan kəslə necə davranmağım məndən asılıdır, yoxsa yox məndən asılıdır filan kəslə necə davranmağım. Səndən asılı olmayan şeylərin sən cavabını verməyəcəksən, açansa. Çünki səndən asılı olmadı. Amma sən cavab verəcəksən səndən asılı olan şeylərə. Əməldən əvvəl hələ seçim var. Seçimin özü də bir əməldir əslində ya. Mən sağ yolu seçim, sol yolu seçim. Ağıllı adamlar deyir, sağı seç. Sağ tərəfdə səadət var, xoşbəxtlik var. Amma sən baxasan, qaranlıqdır, itirir orada. Sol tərəf işıqlıdır, qəşəng görsənir. Amma deyirlər ki, bunun axırı bədbaxtçılıqdır, şəqavətdir, bədbaxtçılıqdır. Amma sən fakt baxasan işıqlı. İndi o köhnə nağıllardan qalıb bu. İtürən tərəfə gedim, yoxsa işıq gələn tərəfə gedim. Budur məsələ. İnsan seçimdə azaddır. İndi onu seçdin, onun özünə məxsus imtihanları var. Bunu seçdin, bunun özünə məxsus imtihanları var. Sən qabağa çıxan hər hansı bir hadisə sənin imtihanındır. Hər hadisə, istər xoşluq, istər əziyyət, fərq eləməz. Allah sənə rifahla da imtihan eləyir, əziyyətlə də imtihan eləyir. Soyuqda nə edəcəksən, istidə nə edəcəksən, yağışda nə edəcəksən, qarda nə edəcəksən. Budur məsələ ki, qabağa hər nə çıxırsa çıxsın, onu Allah istəyən kimi yola ver. Nə edeyim? Yaxşılıq eləyim, pislik eləyim. Yaxşılıq elə. Yaxşılıq elə. Mən oldum yaxşı adam, yox. Allaha xatir etsin bu yaxşılığı, yaxşı adamsın. Əgər Allaha xatir etməsən, hələ yaxşı adam ola bilmir. Hələ ki, yaxşılıq eləyirsən, amma hələ yaxşı adam ola bilməmsən. Niyə? Çünki Allaha xatir eləməlisən. Niyə? Çünki yaxşılıq elədiyindən sən istədiyi ala bilməyəcəksən. O təşəkkürü ala bilməyəcəksən. O sevgini ala bilməyəcəksən. Niyə? Çünki umacağın var ondan. İnsan umduğundan küsür. Amma umma, yaxşılıq elə, heç təşəkkür belə umma. Ver onu Allaha. O sənə pislik eləsə,
Axı sən Allaha vermirsən bunu. O səni sındırmayacaq, o səni məyus eləməyəcək onun o pisliyi. Sən ona bir daha yaxşılıq eləyəcəksən. Bütün ətraf və hamına yaxşılıq saç. Yaxşılıq elə. Və bu yaxşılığın da müqabilində heç nə umma. Allaha xatır elə. Onda olarsan yaxşı adam. Yoxsa hər yaxşılıq eləyən yaxşı adam olmur. Bir var ki, salih əməl olsun. Bir var ki, salih adam olsun. Salih əməl odur ki, mən bir adamam, məndən yaxşı iş sadir oldu, çıxdı, yaxşı iş gördüm. Bu olur yaxşı iş, salih əməl. Bir də var salih adam odur ki, o nə iş görsə yaxşıdır. Çünki özü yaxşıdır. Özü yaxşıdır deyə bundan sadir olan, çıxan hər bir iş yaxşı olacaq. İstər sülh bağlasa da yaxşıdır, istər qiyam eləsə, dava eləsə də yaxşıdır, istər söhbət eləsə yenə yaxşıdır, istər sussa yenə yaxşıdır. Artıq bu elə adamdır ki, bu salih insandır. Bu hər səhnənin qəhrəmanıdır. Hər vaqiədə bir hadisə törənsə, nəsə olsa, o nə reaksiya versə, ən yaxşısını vermiş olacaq. Dua Peyğəmbərimiz deyir ki, dəyişər. Allah Teala deyir Quranda ki, "Ud'uni astecib lakum." Dua edin. Dua dəvət sözündən də çağırmaq. Dəvət, dua o sözdəndir. Dəvət. Allaha çağırırsan. Ud'uni, məni çağırın. Astecib lakum. Sizə cavab verərəm. Demir, istədiyi verərəm. Sizə cavab verərəm. Ola bilər sən elə şey istəyirsən ki, sənə ziyandır. Amma mən sənə onu başqa formada verərəm. Əslində məsələ biz nədir? Biz elə bilirik ki, bizim xoşbəxtçiliyimiz hansısa bir şeyə çatmaqdadır. Biz ona çatsaq xoşbəxt olarıq. Onu istəyirik Allahdan. Yox, sən birbaşa xoşbəxt olmaq istə. Sən dəqiq bilmirsən o şey səni xoşbəxt eləyəcək, eləməyəcək. Mən elədiyim dua o boydadımı ki, mənim qəza o qədərimi dəyişdirsin. Deyir, yad qıldıqca siyah zülfünü olmuş ki təri, şəbi yeldaya dönübdür məni zarın səhəri. Yazını pozmağa qadirdir dua. Mən etsəm, aya təğyir eləyərmi bu qəza və qədəri? Mənim duamın gücü çatar bu qəza və qədəri dəyişdirməyə. Baxır, kim nə istəyir, kim necə istəyir. Gərək hər kəs Allah yolunda özünün nə boyda olduğunu bilsin. Və istəyəndə də Allahın kərəmindən istəsin, lütfündən istəsin. Ya Latif, ya Kərim. Çünki Allah nə versə kəramətindən verəcək. Və Allah nə versə lütf eləyəcək. Yəni, mən layiq eləməzsin ona. Sən nə verirsənsə lütfündən verirsən mənə. Niyyətdən çox yaxşıdır. Söz zahirən eyni şeydir. Məsəl üçün, mən deyirəm ki, Allah amanında, Allaha tapşırdım səni. Sən Allaha tapşırıram. Allaha ismarladım. Belə bir şey sözlər var da. Bunu xoş niyyətlə də deyirsən, hə? Bəd niyyətlə də deyirsən ki, yəni mənim gücüm çatmaz sənə cəza verməyə. Mən o boyda qüdrət sahibi deyiləm. Yəni ki, əslində mən cəza verərəm sənəyə, amma ürəyim o ilə soymaz. Sən Allaha tapşırıram ki, Allah özəli cəzalandırsın səni. O mənə baxır niyyətə də, bu cür nə də deyilir, bu cür nə də deyilir. Əgər haqqın varsa sənin boynunda, sənin haqqın mənim boynumda varsa, o haqqı halallıq verirsən, tapşırırsan, verməyib tapşırırsan, ümumiyyətlə sən Allahla mənim arama niyə girirsən? Sən öz haqqı halal eləyirsən, eləmirsən, ondan danış. Mən haqqımı halal elədim. Qalanını Allaha tapşıram. Bir də var ki, yox, mən
haqqımı halal eləmirəm və Allaha tapşırıram. Əgər o da haqq varsa arada, bu ağır məsələdir, əlbəttə ki. Ümumiyyətlə, qeybət etmək özü zahirdə çox şirin bir şeydir. Niyə? Çünki iki şey adama ləzzət eləyir. Bir, sevdiyindən danışasan. Sən sevdiyin şeydən danışasan. Məsələn üçün, mən şeiriyyatı sevirəmsə, sən mənə şeiriyyatdan danışsan və sən o xeridar olsun, mənə ləzzət eləyəcək, söhbət şirin alınacaq. Niyə? Çünki mənim sevdiyim mövzudan danışsan. Leyli Məcnunda Məcnun ki, Leylini sevir, atası gəlir, deyir ki, gəl öyə eşeğe yığışda, qalmısan bu çöllərdə, mən bu qədər varım, dövlətim, sən deyir, yeganə fərzəndimsən, varisimsən, mənim başqa övladım yoxdur, niyə gələ bu bana mülkə bir yiyə durmursan filan. Məcnun bir kəlmə söz deyir ona ki, mən böyle kəlamə qılmazam, cuş. Cuş qılmaq yəni eşitməkdə. Mən belə şeyə eşitməyəm. Mən böyle kəlamə qılmazam, cuş. Leyli mənə söylə, yoxsa xamuş. Mən Leylidən danış, yoxsa danışma ilə, sakit ol. Yəni, insan görürsən ki, neyini aşiq edirsə, istəyər elə söhbət ondan geçsin. Ləzzət eləyər onu. Bunun İkinci tərəfi var. Bir də ləzzət eləyər nə? Acığın gələn adamın pisləyəsən. Acığın gələn adamın pisləyəsən. Bu qeybətdir. Durub deyərsən ki, ya, olan söhbət eləyirəm də, olan söhbət qeybət orada olmasa böhtan olar. Olmayan söhbət böhtandır. Hələ olmuş söhbət eləyirsən ki, qeybətdir. Qeybət də böyük günahlardandır, həqiqətən. Amma bundan uzaq olmağın bir dənə yaxşı bir dərmanı var. O da nədir? Sən həmişə qeybəti kimin qeybətini eləyirsən? Acığın gələn adamın. Sən bir dənə onu fikirləşinən ki, burada onsuz da bu adamdan zəhlün gedir. Niyə görə bunun söhbətini eləyirsən ki, sonra cavab verəndə orada sən aparacaqlar o zəhlən gedən adama ki, yalvar ki, sənə bağışlasın. Mənə lazımdır qışda marojna, mənə lazımdır bu, gedim acığım gələn adam qapısına ki, məni bağışla yine. Onsuz da bundan zəhləm gedir. Heç danışmaram da. Niyə görə, əgər zəhləm gedir, mən haqlıyamsa, haqlı yerdə zəhləm gedirsə, düzəmsə, düz ola özümü niyə bu qeybətlə səhv yerə gətirim çıxardım? Yazan adam özü bilir hansı zeyfdir yazısının, hansı gücdədir. Onu sən bilə bilməzsən. Yaxşı, sən bir xiridar gözü ilə baxıb, elə bilirsən ki, bu zəif şeirdir, bunu çox istəyirsən. Bu sənin öz fikrindür, amma misal düzgün deyil ki, insan ailədə bir şikəst uşağını daha çox istəyər. Məsələ elə deyil. Bir dənə deyim məsələni. İnsan əziyyət çəkdiyi şeyi sevir. Neyin üstündə əziyyət çəkirsən, onu daha çox sevirsən. O bir övladlara nisbətən şikəst evladın üstündə valideyn çox əziyyət çəkdiyinə görə onu çox sevir digərlərindən. Əslində çox sevmək deməzdim, ona biraz da diqqət eləyir. Amma kim ki əziyyət çəkir, bu qanunda əziyyət sevgiyə gətirib çıxartır. Neyin üstündə əziyyət çəkirsənsə, hətta belə bir sual verirlər ki, adətən insan valideynindən çox öz övladını çox istəyir. Bu niyə belə olur? Adətən belə olur. Ona görə belə olur ki, övladın üstündə çox əziyyət çəkir, nəinki valideynin üstündə. Valideyn isə sənin üstündə çox əziyyət çəkdiyinə görə sən işte əziyyət dostluğa gətirib çıxardır. Neyin üstündə əziyyət çəkirsən, onu sevirsən. Ona görə Allahı sevməyin yolu
nəfsüvə əziyyət verməklədir. Yəni, o da əziyyət necə əziyyət? Yəni, haramlara yox deməklə, o nəfs bunu istəyir, olmaz. Amma bunun niyyəti və Allaha bağlısın, başlayırsan Allaha doğrudan da sevməyə. Bugünkü gündə gənclər cəmaatdan abır eləsinlər, Allahdan həya eləsinlər, günah etməsinlər, günahdan qorxsunlar, günahdan qaçsınlar. Çünki günahın çox acı bədəlləri olur. Yəni, çox bədəl ödədir, bədəl yəni əvəzdə. Günahdan uzaq olsunlar, əsas budur. Hər addımda Allahın razılığını düşünsünlər. Təfəkkürlərini sağlam eləsinlər. Ən əsas da bilmədikləri şeyi danışmasınlar. İnsan bilmədiyinin düşmənidir. İnsanı çox gülünc vəziyyəti gətirib çıxartar bilmədiyi şeydən danışmaq. Öyrənməyə çalışsınlar, bu şərtlə ki, öyrəndiklərini əməl eləsinlər. Murad, mən təşəkkür eləyirəm sənə. Çox xoş oldu səninlə söhbət. Sənin o Xızı TV YouTube kanalına da mən müvəffəqiyyət arzulayıram, uzun ömürlü olsun. Sən bu Xızıdan olan qeyri-adi gözəllikləri filanı ki, çəkirsən, canlandırırsan, istəyirsən xidmət eləyəsən. Allah sən bu xidməti ali dərəcədə qəbul eləsin. Möhkəm ol, həvəsdən düşmə, əsas odur. Təşəkkür edirəm, çox sağ ol. Allah ömür versin.